Mən bunları tez-tez deyim. Deməli, hansı elmlər səbəb ola bilər ki, biz daha rahat əzbərləyək? Bunlar çox mühümdür. İndi kim ki bunları bilir, onların daha çox şəraiti var, imkanı var ki, öyrənsinlər. Müəyyən elmlər var ki, ixtisaslar. Onlar kömək olur, sən qəşəng öyrənəsən. Mən adlarını çəkim, 5 dəqiqə qalıb vaxtda. İnşallah gələn dəfə alınsa izah eləyərəm. Birinci, Qur'anın sürətli və düzgün oxunuşu. İkinci, təcvid. Üçüncü, sərf və nəhv elmi. Morfologiya və sintaksis. O bilir ki, burada məsələn, qadın cinsi gəlib, feil. Deməli, bunun məsələn, ismi də qadın cinsində olmalıdır. Belə bir şey. Məsələn, qalət qadın cinsindədir. Bilir ki, bundan sonra qarışqa sözü var. Nəml deyə bilməz, çünki nəml erkəkdir. Deyəcək, nəmlətun, axırıcı t qadın cinsidir. Biləndə qrammatikanın kömək eləyir. Burada ayələr var, bir də ayə oxumuram, gələn qeydləyərəm, haraki adlarını deyim. Dördüncü, ayələrin məfhumu və tərcüməsi. Yəni, tərcümə və izahı. Biləndə, bilirsən ki, məsələn, burada belə gəlir, deməli, ərəbsə birinci olacaq. Beşinci, müəyyən miqdar Quran-Kərimin tərtili ilə, müəyyən miqdar bir avazından tanışlıq. Məsələn, oxanına muğam var, Səba muğamı, Səba. Sən ki, bu Səba muğamı balaca burada danışır cəhənnəm əhlindən. Ya məsələn, oxanda o ayəni, cəhənnəm əzabından danışan ayəmizi oxusun, muğam var, Səbana oxusun ki, o yadına qalacaq ki, mən Səbana oxuyurdum, bunu əzbərləyəndə. Deməli, burada ayə cəhənnəm ayəsi olmalıdır. Sən gör ki, danışır müminlərdən, cənnətdən, keçək Hicaza. Hicaz üstündə əzbərləyir. Hicaz abazəsi var, muğam var da. Yadına qalır ki, mən bunu əzbərləyəndə, indi burada hasayədir. Aha, mən burada muğamı oxurum Hicaz. Deməli, burada müminlərdən danışmalıdır ayə. Elə yadına qalacaq. 5-6-cı, hifsin, yəni əzbərləmək üçün yolları bilməklik. Ki, biz az çox oxumuşuq, hansı yollar səbəb olur ki, insan daha da hifsi bilsin. Yəni, əzbərləməyin yolları var idi, oxumuşuq. Münasib şərait, münasib vaxt, zaman, nə. Bax, dediyimiz 6 yol səbəb olur ki, insan daha da dərindən və düzgün əzbərləsin, tayyadından çıxmasın. Bu qədər. İndi sərf nədir, nəhv nədir? Mən çox qısa dedim bunları. Amma hər bir halda mənim miqdarda olsa məlumatın inşallah gələn dəfə alınsa, mən verirəm məlumat çox qısa 2-3 dəqiqəli ki, bunlar hansı elmlərdir. Bu qədər. Allah hamımızı hafizlərdən, alimlərdən və elmimizə əməl eləyən amillərdən qərar versin. Allah yolun gözlədiyimiz 12-ci am gəlişini tezləşdirsin. Əsas sevdiyim dua, Allah axırımızı xeyirli eləsin. Allah axırımızı bitirsin xeyirlə və şəhadətlə. Bizim ustadımız vardı, indi sağdır, o mən ortaya çıxarım. Deyir ki, Allah İmam Azərovun zuhurunu təcillə və bizi də o ağanın rikabında xətm bir şəhadət elə. Yəni, imamın bizi əsgəri olaq, yaxın dostu olaq, onun zəgəsində ölə din qalması üçün. Allah əsgərimizi qorusun, xəstələrimiz var, Allah hər birinə şəfa versin. Allah sizə can sağlığı versin. Təşəkkür edirəm hər birinizdən. Dəstək şəkilədiniz. Allah sizi var eləsin. Amin. Allahümmə səllə əla Muhammedin və alə Muhammed və accil fəracəhum.